Hər kəsə salam, mən Fərid. İstəyirdim ki, sənin kanalın haqqında qısa bir məlumat videosu çəkeyim, həm də ki, belə deyim də, kanalı incələyim də. Prosta ki, ilk başda əgər razılığın varsa, elə bir video çəkim. Bir də ki, adı nədir? Özün haqqında biraz məlumat lazımdır. Əgər icazən olsa, eləyərdik. Yeni videoya xoş gəlmisiniz uşaqlar. Bu gün son 2 ay ərzində birdən-birə sevilən, birdən-birə kütlə yığan bir insan haqqında danışacağıq. Həmin kanal haqqında danışacağıq. Bilirsiniz ki, son bu 2 ay ərzində Reski Qurban olun millətimə videosu çəkərək tanınan YouTuber Fırıcı haqqında danışacağıq. Birinci gəlin Fırıcının kanalında haqqında bölməsində özü haqqında yazdığını oxuyaq. Yəni biraz başlanğıc kimi onu tanıyaq. Gördüyünüz kimi adı Fərəzdir. Yəni 2018-dən bəri YouTube-la məşğul olubmuş, amma heç cür alındıra bilməyib. Ümid edir ki, bu səfər alındıracaq. Kanalında TikTok reaksiya videosundan tut oyun videosuna kimi fərqli videolar var. Üçlü videolar qədər fərqli mövzular çəkir. Bu Fərəzin YouTube kanalında öz haqqında qısa bir məlumatıdır. Mən də gördüyünüz kimi videonun başlığında Fərəzdən razılıq almışdım və Fərəzdən xahiş eləmişdim ki, özü haqqında biraz da olsa ətraflı məlumat versin. O da çox sağ olsun, bizə bu videonu çəkməyə icazə verdi həm də ki, özü haqqında biraz ətraflı məlumat da verdi. İndi isə gəlin özü haqqında verdiyi ətraflı məlumata keçək. Bir dəqiqənizi alıb mənə və videoda iştirak etdiyi üçün Fərəzə takipçi atsa sevinərəm. Məlumata keçməmişdən əvvəl mən də Fərəz haqqında qısa bir olsa da məlumat vermək istəyirəm. Həqiqətən Fərəzi mən səhv eləməmsə yanvarın 3-ü tanımışam 2025-ci ildə. Fərəz YouTuber kimi yaxşı YouTuberdir. YouTuberliyində qoyaq bir qırağa. İnsan kimi çox gözəl insandır. Həqiqətən də mənə çox YouTube-da çox köməklər edib. Mən özüm də çoxdan YouTube-da olsam da, çoxdan kanallarım olsa da, həqiqətən Fərəd sağ olsun mənə çoxlu məsləhətlər verib, videolar üçün çoxlu düzəlişlər verib. Bunun üçün Fərəzə təşəkkür edirəm və indi isə çox yormadan Fərədin özünün haqqında verdiyi məlumatı çatdırım sizə. Fərədin özünün 20 yaşı var. 2004-cü ilin avqustun 13-ü anadan olub. YouTube-a yəni əsas həvəsi əvvəllər oha diyorum, yəni köhnələr, uşaq vaxtı izlədiyimiz kanal olub. 2005-2004-lər daha yaxşı bilər. Oha diyorum da hətta səhv eləməmsə Cem abi vəfat edəndən sonra YouTube-a davam eləmir. Və sonra Mediacraft əkibindən, sonralar isə Görkəm Karaslan, gördüyünüz bu YouTuberdir. Hətta onun da TikTok videolarını izlədim, videosu var. Yəni ondan örnək alıb Azərbaycana gətirib Fərəz halaldır, yaxşı fikirdir və Baldı Bacdindən motivasiya olub bu işi yenidən girmişəm deyir. Baldı Bacdini dəqiq tanımadım, amma digər YouTuberlər əksəriyyətini izləmişəm. Ən çox da oha diyorum izləyirdim. Gəlin ardını oxuyaq. Sonra deyir, tam 2 dəfə kanalım bağlanıb. İlk kanalım oyun trəni hələ də YouTube-da aktivdir. Oyun trənində olan kanalı da aktivdir hal-hazırda YouTube-da və onda da köhnə videolar var, mövcuddur o kanalında da. İkinci kanal isə ümumiyyətcə YouTube tərəfindən silinib. Yəqin ki, hansısa bir məlum səbəblərə görə silinib. İndi açıqlamaq istəməyib, ona görə çox dərinə getməyək. Sonra deyir ki, özü universitet tələbəsidir. Texniki Universitetdə kompüter mühəndisliyinin 4-cü kursunda oxuyur. YouTube-a hobbi kimi başlayıb. Hələ də elədir. Həqiqətən də haqlıdır. Kiminsə kanalında adi 50, 30, 100 arası videolar izlənəndə 1 ay, 2 ay deyib YouTube-u buraxır. Amma elə olmaq lazım deyil. Fərəz doğrudan da haqlıdır. Yəni bacarırsınızsa daha da maraqlı içəriklər tapın, özünüzü çəkin ki, YouTube-da daha tez qabağa gedə bilərsiniz uşaqlar. Yəni ona görə ki, yəni Fərəz də görürsünüz, demək olar ki, 2 ay ərzində 15-20 min arası abunə yığıb. Yəni ki, uşaqlar hələ də başlamaq istəyənlər varsa başlasın, hələ də gec deyil. Sağ olsun Fərəz abimiz, yəni bir çox məsləhətlər verib. Yəni
YouTube-a başlamaq istəyənlər hələ də gec deyil, marağa başlayın, pula görə başlamayın. Çünki pula görə başlasaz bir müddətdən sonra YouTube-a həvəsiniz qalmayacaq. Neysə uşaqlar, video bura qədər idi. Fərəcə çoxlu təşəkkürlər bildirirəm. Sağ olsun bu videoya çəkməyimizə imkan şərait yaratdığı üçün və öz haqqında məlumat verdiyi üçün təşəkkürlər edirəm uşaqlar. Kanalımıza da dəstək olmaq istəsəz, abunə olub, bildirimləri açıb, like, yorum atın ki, biz də inşallah bir gün 15, 20 min, 100 min və digər hədəflərə çatarıq. Digər YouTuber hansı olsun istəyirsinizsə, yoruma yazmağı unutmayın. Sağ olun, salamat qalın.